Bir gün padişah vəziri ilə birgə oturur və də deyir ki, mən bu boyda padişah ola-ola xoşbəxtliyi dada bilmirəm. Yəni, bacara bilmirəm. Amma mənim qapımda işləyən işçinin üzündən hər gündə xoşbəxtlik yağır. Onun bədənindəki xoşbəxtliyi mən hiss eləyə bilirəm. Ancaq ki, mən bunu niyə görə hiss eləmirəm? Vəzir deyir ki, əgər icazəniz olarsa, mən 99 deyilən qanunu ona tətbiq eləyim və də səhərki günü necə o da qəm, kədər içində olduğunu birgə görək. Padişah deyir, nədir ki bu belə? Deyir ki, sabahı gözlə, icazənizlə mən bunu edim. Deyir, yaxşı et, maraqlı gəlir padişaha da. Vəzir bir dənə torbanın içərisinə 99 dənə qəpik qızılı qoyur və də üzərinə yazır ki, bunun içərisində 100 dənə qızıl var. Siz istədiyiniz kimi xərcləyə bilərsiniz. Halal xoşunuz olsun. Yazır və qapısının kənarına qoyur. Axşam, bunu evə getdikdə həmən o işçi görür və də çox çaşqınlıq içərisində gəlir ailəsinin, uşağının yanında həmən o torbanı açır. Açır və içərisindən 99 dənə qızıl çıxır. Deyir ki, bəs üzərinə yazılıb 100 dənə. Başlayır uşağına deyir ki, sən almısanmı? Həyat yoldaşına deyir, sən almısanmı? O buna, bu ona. Hər biri deyir ki, xeyir də, amma ki, həmən o işçini qəm, kədər götürür və gününə davam eləyir, səhərki günü işə gəlir. Və qəm, kədər içərisində olur, padişah üçün maraqlı olur. Deyir ki, mən illərdir bu işçi mənim yanımda işləyir, mən onun hələ bu qədər kefsiz olduğunu görməmişəm. Axı, vəzir, necə bacardınız bunu? Bu 99 dənə olan nədir ki bu belə? Vəzir başlayır danışmağa ki, mən həmən o torbanın içərisinə 99 qızıl qoydum və üzərinə 100 dənə yazdım ki, içərisində 100 dənə qızıl var. Əlbəttə ki, həmən o işçi başladı evdə münaqişə yaratmağa, beynində bir şübhə yarandı ki, görəsən onu kim aldı, hara getdi, neynədi, harda itdi? Əlindəki o 99 dənə qızılı görmür də, o bir dənəyə o beynini takır. Ona görə də, bax və padişahım, bizim həyatımızda da əlimizdə olan bu qədər gözəlliyimiz var. Ancaq ki, bir dənəsi olmayanda biz onu beynimizə taxırıq. Bu çox gözəl bir hekayədir. Hər birimiz